Artıq axşamdır, bu da Şahdağın axşamı, gecəsi. Baxın, bu da bizim karavanımız. Karavan saxlamışıq Şahdağda. Hava çox soyuqdur. Buna rağmen karavanımızın içi çox istidir. Samavarımız, stolumuz, stulumuz, mangal da olur burada. Orada da konsert gedir. Səsini yəqin eşidirsiniz. Konsertdən də çəkiliş edəcəm sizin üçün. Bu da Şahdağın gecəsi və kanatlar, ayın möhtəşəm görüntüsü. Bu görüntüdə istirahət eləməyin ləzzəti başqadır. Gəlin sizə karavanın içində göstərim. Bu karavan 7 nəfərlikdir. İstədiyiniz yerə gəlir. Baxın, Şahdağın ən yuxarı zirvəsinə belə qalxdı bu soyuq havada, bu qışda. Karavan 7 nəfər rahat qala bilir bu karavanda. İndi hal-hazırda adamlar qalır deyə biraz içərini təmizlikdir. Və karavanımızda qaz, su, 7 nəfərlik. Burada 2 nəfər sürücü və sərnişin yeridir. Burada gördüyünüz kimi yatmaq üçün yerlər var. 1 nəfər burada yata bilir, 2 nəfər burada yata bilir. Bu stol olur yataq. 2 nəfər burada yataq yeri var. Qazı, suyu, işığı, hamamı, tualeti, soyuducusu, hər şey var. Bu soyuducusu, şkafları. Burada da 2 nəfər qala bilir, alt üst. Və burada hamamı, tualeti, gördüğünüz gibi isti suyu, her bir şərait var karavanda. Her yerde bu karavandan istirahət edə bilərsiniz. Necə ki biz hal-hazırda Şahdağdayıq.